Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. El-Qail. Ya eyyuhel Resulü belliğ ma unzile ileyke min Rabbike ve illem tef'al fema bellagte risalete. Vallahu ya'simuke minen nas. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. El-Qail. Belliğu anni velev ayeh. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri. واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. Demek kardeşler, geçen dersimizde biz dua hakkında danışmıştık ki dua hakkında gelen əzəmətli bir hadisi götürdük ki Peygamber sallallahu aleyhi ve sellem buyurur: İnned du'a ينفع مما نزل ومما لم ينزل فعليكم عباد الله بالدعاء. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki hakikaten dua baş verilmiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Yani onlar için faydalıdır. Öyleyse ey Allah'ın kulları, siz Allah'a dua edin. Ve öğrendik ki hakikaten dua baş verecek musibetleri ve baş vermiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Ve biz götürdük, dedik ki kim Allahu Teala'ya dua etmek isterse onun üzerine düşen bir neçe iş vardır. Bunlardan birincisi dedik ki kim Allahu Teala'ya dua etmek ister ve duasının kabul olmasını isterse onda Allahu Teala'ya rububiyetiyle dua etsin. Yani Er-Rabb adıyla Allahu Teala'ya dua etsin. Çünkü Allahu Teala Kur'an-ı Kerim'de peygamberlerin dilinden bizlere duanın nece olduğunu, duanın nece edilmesini öğretir ve bize vaad edir ki eğer siz bana dua etseniz ben sizin duanızı kabul edeceğim diye vaad edir Allahu Teala. Ve hemçinin dedik ki kim eğer duasının kabul olmasını isterse Allahu Teala rububiyetiyle yani Rab adıyla dua etmesi hususiyle ve umumilikte Allahu Teala'ya en güzel adı ve sıfatleriyle dua etsin. Çünkü Allahu Teala buyurur: "Velillahil esmaul husna fed'uhu biha." Hakikaten Allah'ın güzel adları vardır ve siz Allahu Teala'ya o güzel adlarla dua edin. Buna da misal getirdik ki Peygamber sallallahu aleyhi ve sellem görür ki bir gün bir kişi böyle dua eder Allahu Teala'ya. Allahümme inni es'eluke ya Allah el-ehadus samed ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad en teğfira li zunubi inneke entel gafurur rahim. Peygamber sallallahu aleyhi ve sellem görür ki kişi böyle dua eder. Diyor ey Allah'ım ben senden isteyirəm. Ey Allah'ım, ey tek olan, ey hiçbir şeye mühtaç olmayan, doğmayan, doğulmayan, benim günahlarımı bağışla. Hakikaten sen bağışlayan ve rahmedensen. Peygamber sallallahu aleyhi ve sellem diyor, hakikaten o kişidir. Allahu Teala ile azametli adlarıyla dua etti ki kim Allah'a ile dua ederse Allah onun duasını kabul eder. Sonra biz öğrendik ki kim dua etmek isterse demek duasının kabul olmasını isterse dualar kabul olan vakti Allahu Teala'ya dua etsin. Ve dualar kabul olan vakti da çok misallar çekmek olar. Dualar kabul olmak için vaxtlar insanın seferde olması, iftar edenin iftar ettiği anda ve hemçin gecenin 3'te 1'inde, cümə günün axırıncı saatında, hemçinin secdede, çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur secdeye göre hakikaten kulun değil Allah'a en yakın olduğu yer secdedir ve siz orada Allah'a dua edin. Allah'a en yakın olan yer kulun secdede olmasıdır. Demek ve hemçinin yağış yağdığı zaman buna başka misallarda, başka örnekler de vardır. Demek biz bunu öğrendik.
Bugün de inşallah yine de dua hakkında olacak dersimiz. Ben mevzuya geçmemişten önce bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Həqiqətən alimlər deyir ki, Allahu Teala'ya dua eden insanlar, Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Birinci sinif müşriklerdi. Onlar dara düştükleri zaman Allahu Teala'ya ihlasla dua ederler. Ve onlar rahatçılığında Allah'a şerik koştuklarına göre dara çetinliğe düştükleri anda Allah'a samimi dua ettiklerine göre Allah Teala onların dualarını kabul edemir. Ve onları o dara düştükleri zaman ettikleri duaların faydası yoktu. Allah Teala onlar barisinde buyurur: "Ve izâ rakibu fil fulki da'avullaha muhlisîne lehu'd-dîn. Felemmâ neccâhum ilel bar fe izâ hum müşrikûn." İzâhum yüşrikûn. Diyor o müşrikler ki gemiye mindikleri zaman Allahu Teala'ya ibadeti Allah'a sırf Allah'a haslaştırarak ihlasla dua ederler. Niye? Çünkü gemide oldukları an korku anıdır. Çetinlik anıdır. Sıklık yani sıkıntılı andı. Korku var. Gemide denizin tehlikesi. Bu biraz çetinlikti. Elə ki çetinliğe düştüler. Elə ki dara düştüler. Allahu Teala diyor ki onlar ihlasla diyor Allahu Teala'ya ibadet ederler. Sonra Allahu Teala ayetin devamında diyor ki فَلَمَّا نَجَّاهُمْ. O zaman ki biz onları kurtardık. Nece kurtardık? Quruya çıkartarak onları xilas elədik. Yani denizin korkusu, denizin tehlikesi soğuştu. Denizden çıktılar quruya. اِذَا هُمْ يُشْرِكُونَ. Yine Allahu Teala'ya şirk koşmaya devam ettiler. Ona göre bu insanların yani birinci sınıf insanlar Allahu Teala'ya dua etmekte müşriklerdi. Bunlar dara düştükleri, sıkıntıya düştükleri anda Allahu Teala'ya ihlasla dua ederler. Ama onların duaları onlara hiçbir fayda vermez. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur ki eğer diyor kimi duası kabul olarak kim ki duası kabul olarak sevinmek isteyirse duası kabul olarak sevinmek isteyirse yani şiddetli anında çetinlik anında dara düştüğü anda korkulu tehlikeli anda kim duası kabul olup sevinmek isteyirse o zaman deyir rahatçılığında deyir Allahu Teala'ya çoklu dua etsin. Yok ben durum rahatçılığımda ağlıma ne geldi edim. Hatta Allah'a şirk koşum. Sonra dara, çetinliğe, tehlikeye düşüm. Ki o dara, tehlikeye düştüğüm zaman Allah'a sırf olarak Allah'a ibadet edeyim, dua edim. Allah kabul etsin. Yok. Hayır, hiçbir faydası yoktu. Kim darda, çetinlikte, sıkıntıda, tehlikede, korkulu anda duasının kabul olmağını isteyirse o zaman rahatçılık anında gerek Allahu Teala'ya sırf ibadeti Allah'a sərf ederek tevhidle Allah'a ibadet etmelidir. Ki dara düştüğü zaman da Allah onu kurtarsın ve duasını kabul etsin. İkinci sınıf insanlar, kardeşler. Duada dedik, insanlar 3 sınıfa bölünür. Birinci sınıf müşrikler. İkinci sınıf Allahu Teala onlara naz nimetler vermiş. İstediği nimetleri onlara bəxş ve onlara verilen nimetlerin sayı hesabı yoktu. Ama onlar neyniyirler? Bu onlara verilen nimetlerin mükabilinde Allahu Teala'ya tekebbürlülük eder ve Allah'a ibadet etmez, Allah'a boyun eğmez, ona ibadet etmez, ondan istemez ve Allah'ın kulu olmaz. Emirlerini yerine getirmez,
qadağalarından çəkinməz. Yəni bir sözlə Allaha ibadət etməkdən boyun qaçırar, təkəbbürlülük edər. Bu insanların da duaları qəbul olmaz. Çünki Allahu Teala nə deyir onlar barəsində? Allahu Teala deyir: "Və qala rabbukum ud'uni estecib lekum." Rəbbiniz dedi ki, mənə dua edin, mən sizin dualarınızı qəbul edim. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Allahu Teala bu ayeti kerimədə duanı ibadət adlandırdı. O kəslər ki, mənə ibadət etməyidir Allahu Teala, öz təkəbbürlüklərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq daxil olacaqlar deyir Allahu Teala. Allah qorusun. Allah qorusun. Üçüncü sinif insan o insanlardır ki, onlar Allahu Teala'nı tanıyan, Allahu Teala'ya müti olan, Allah'a boyun eğen, Allah'ın əzabından qorxan, rəhmətini ümidlənən, xeyir işlərə can atan, Allah'ı təkləyən, ibadətlərində yalnız və yalnız sırf Allah'ı tək tutaraq, xas ibadətləri Allah üçün edən, ibadətləri sırf Allah üçün edən, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olan, onun sünnəsini yaşamaq istəyən və bacardıqca yaşayan mümin qullarıdır ki, Allahu Teala öz kitabı kərimində onları vəsf edərək, onları səna edərək, onları öyərək belə buyurur. İnnəhum kənu yusari'un fil xeyrat. Onlar, o müminlər xeyir işlərə can atar, xeyir işlərdə bir-biri ilə yarışar, bir-biri ilə ötüşərlər. Və yəd'ûnənə rəğəbən və rəhəbə. Onlar bizə rəğbətlə, qorxuyla ibadət edərlər. Rəhmətimizi ümid edər, əzabımızdan qorxaraq bizə ibadət edərlər. Və kənu lənə xaşi'in. Onlar bizim müti, bizə itaət edən, əmirlərimizi yerinə yetirən, qadağalarımızdan çəkinən qullardır. Allahu Akbar. Allahu Teala o müminləri vəsf edərək, o müminlərə səna edərək, bu möhtəşəm ayəti kəriməsində onları bizə tanıdır. Təbii ki Allahu Teala o qullarının dualarını qəbul edir. Və bugün danışmaq istədiyimiz mövzu duaların qəbul olması üçün maniyələr. Bəzi insanlar deyir ki, qardaş, biz deyirsiniz ki, Allah'a dua edin, Allah'a ibadət edin, Allah'tan isteyin. Amma biz dua edirik, dualarımız qəbul olmur. Bəs bunun açması nədir? Bunun açması çox rahatdır. Alimlər bu barədə çox izahlar vermiş, şərhlər etmiş, dərslər keçmiş. Demək, əgər hər hansı bir mümin Allahu Teala'ya dua edib duasının qəbul olmağını istəyirsə, gərək Allahu Teala'ya ixlasla dua etsin. İxlasla. Əgər bir insan ixlassız, riya ilə, göstəriş üçün və ya kimin üçünsə kiməsə eşitdirmək üçün hər hansı bir ibadəti, dua deyil, təkcə dua deyil, ibadətin hər hansı bir növünü riya ilə edərsə, təbii ki o ibadət ondan qəbul olmaz. Buna ən əzəmətli bir misal çəkmək olar. Misal, Əbu Hureyra radiyallahu anhudan rəvayət olunan hədisdir ki, Müslim öz səhihində, İmam Müslim öz səhihində gətirmişdir. O dua ki, o hədis ki, cəhənnəmə ilk öncə daxil olan 3 sinif insan. Bu mötəbər hədisdir. Hər biriniz bu hədis barəsində, inanıram ki, hər birinizin bu hədis barəsində məlumatınız var. Bu 3 sinif insan kimlər idi? Birincisi mücahid, Allah yolunda cihad edən. İkincisi alim,
Kur'an öğrenen veya Kur'an öğreden. Üçüncüsü ise Allah yolunda malını xərcləyən, mühsin, ehsan sahibi, səxavətli, zəngin. Belə baxanda bu əməllər əzəmətli əməllərdir. Bu əməlləri edən insanın gərək ibadət əməlləri nə olsun? Qabul olsun. Yaxşı, bu insanlar nə üçün ilk öncə cəhənnəmə daxil olanlardan oldu? Bu hədisi gətirəndə alimlər kitablarında bu hədisə ünvan qoyublar, qardaşlar. Bu hədisə ünvan, bir başlıq qoyublar. Hədisin başlığı belədir. Aqibətur riyai. Riyanın pis, çirkin, murdar aqibəti. Əməl əzəmətli, dəhşətli, böyük bir əməllərdir. Amma nihayəti insanı cəhənnəmə düşməsinə, cəhənnəmə sürükləyir. Cihad. Allah yolunda cihad edən mücahid. Niyə düşdü cəhənnəmə? Baxın. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qiyamət günü Allah yolunda cihad edən mücahid insan Allahın huzuruna gətizdirirlər. Allah-u Teala ona verdiği nimetləri xatırlayar, onun yadına salar. Deyər ki, ey qulum, mən sənə bu nimetləri vermişdim. Sən bu nimetlərin müqabilində neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda elə bir döyüş olmadı ki, elə bir cihad yeri olmadı ki, cihad olmasın ki, mən orada iştirak edeyim, sənin yolunda vuruşmayayım. Allah-u Teala deyər, yalan deyirsən. Sən vuruşdun ki, sənə desinlər ki, necə qəhrəman insandı. Sən vuruşdun ki, deyilsin ki, necə mərd oğlandı. Sən vuruşdun ki, deyilsin ki, necə qəhrəmandı. O dünyada ikən sənə deyildi. Artıq o sən istədiyin, sənə dünyada ikən deyildi. Mələklərə əmr eləyər, deyir Allah-u Teala, o qulu sürükləyib cəhənnəmə atırlar. İkinci sinif insan gətizdirirlər, alim insan. Allah-u Teala ona verdiyi neymətləri xatırlayar. Deyər ki, ey qulum, mən sənə bu neymətləri vermişdim. Sən mən verdiyim neymətlərin müqabilində mənə neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda öyrəndim, öyrətdim, dərslər keçdim, sənin Qur'anın kitabını sənin rizan üçün oxudum. Allah-u Teala deyər, yalan deyirsən. Sən oxudun ki, desinlər ki, nə gözəl səsi var. Sən dedin ki, sən öyrəndin, desinlər ki, necə alim insandı, necə çox bilmiş insandı. Artıq dünyada ikən sənə bu deyildi. Və mələklərinə əmr eləyər, sürükləyin bunu cəhənnəmə və mələklər onu üzü üstə sürükləyib cəhənnəmə atırlar. Üçüncü sinif insan gətizdirirlər. O da kimdir? Səxavətli, zəngin insan. Allah-u Teala ona verdiyi neymətləri xatırlayar. O da deyər ki, bəli, ey Rəbbim, hamısını etiraf edər, bəli, o neymətləri mənə bəxş edibsən. Allah-u Teala deyər, verdiyim neymətlərin müqabilində neynədin? Deyər ki, ey Rəbbim, elə bir xeyriyyə işi olmadı ki, mən orada sənin yolunda malımı xərcləməyim. Allah-u Teala deyir, yalan deyirsən. Sən xərclədin ki, desinlər ki, necə əli açıq insandır, necə səxavətli insandır, necə ürəyi açıq insandır, necə xərcləməyi sevən insandır. Dünyada ikən bunlar sənə deyildi. Və mələklərə əmr eləyər ki, sürükləyin bunu cəhənnəmə. Və mələklər onu sürükləyib cəhənnəmə atırlar. Nəyin misalı idi, qardaşlar? Riyanın. Demək, riya bir əmələ girərsə, bir əməl riya ilə olarsa, o əməl puç olar, batil olar və qəbul olmaz. Demək, dua da etdiyimiz zaman qəbul olmasını istəyiriksə, o zaman ixlasla dua edəcəyik. Bu birinci. İkincisi, dua etdiyimiz zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Demək, duanın qəbul olması üçün tələsən insanların duaları qəbul olmaz. Bəzi insanlar deyir, ey Allah, mən dua edirəm, mənim duam niyə qəbul olmur? Bəziləri bezir, bəziləri əlini üzür, bəziləri duanı tərk edir. Xeyr, belə olmaz qardaşlar. Duamızın qəbul olmasını istəyiriksə, demək duanın ədəblərindəndir ki, dua qəbul olana qədər dua edəsən. Duanın qəbul olmağı ədəblərindəndir ki, duan qəbul olana qədər dua edəsən. Yəni, Allah-u Teala istəyir ki, qulu özü ilə ünsiyyətdə olsun. Dua eləsin. Qulunun səsini eşitmək istəyir. Dua qulundan eşitmək istəyir. Qulun dərdini eşitmək istəyir Allah-u Teala. Və
qul bilməlidir ki, nə qədər Allahu Teala ilə dua eləyər, Allahdan istəyərsə, bir o qədər Allahu Teala'ya yaxın olar. Çünki dua elə bir əzəmətli ibadətdir və elə bir dəhşətli bir itaətdir, elə bir əzəmətli ibadətdir ki, onu edən insan Allahu Teala'ya yaxın olar və Allahın sevgisini qazanır. Əgər qul Allahın sevgisini qazanmaq istəyirsə, gərək onda uslanmadan, bezmədən Allahu Teala'ya dua etsin. Sonra qul bilməlidir ki, dua etdiyi zaman onun duası hədər getməz, boşa getməz. Bəzi insanlar dua eləyir, duası qəbul olmur. Bil və agah ol. Ola bilər ki, sən Allahu Teala'dan dünya ilə bağlı elə bir şey istəyirsən ki, sənin seçimin doğru seçim deyil. Allahu Teala sənin haqqında, sənin üçün seçdiyi, sənin seçdiyindən daha xeyirlidir. Çünki Allahu Teala bilir ki, qul nə istəyir? Və istədiyi qula xeyirlidirmi, şərdirmi? Əgər Allahu Teala o şeyin qula xeyirli olduğu bilərsə ki, istədiyi onun üçün xeyirlidir, təbii ki, ona verər. Amma ona şərdirsə, Allahu Teala verməz. Ona görə qul gərək dua eləsin. Dua eləsin. Allah'a daima dua edib ondan istəsin. Və həmçin ola bilər, dua ilə Allahu Teala qulunu imtihan eləyir. Baxır, yoxlayır, qulum mənə dua ilə səbir eləyirmi, eləmirmi? Razı düşürmü, düşmürmü? Şükür eləyirmi, eləmirmi? Demək, insan dua etdiyi zaman davamiyyətli dua eləməlidir. Bu da duanın ədəblərindəndir. Duanın qəbul olmağına maniyələrdən ikincisi neydi? Dua etdiyi zaman tələsməsin. Duanın qəbul olması üçün tələsməsin. Deyə bilərsiniz, qardaşlar. Yaxşı, buna dəlil nədir? Ki, insan dua etdiyi zaman duasının qəbul olmağını istəyirsə, tələsməsin. Allah-u Teala buyurur, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, sizdən birinizin duası qəbul olar, nə qədər ki duasında tələsmir. Və demir ki, mən Allah-u Teala'ya dua elədim, o isə mənim duamı qəbul eləmədi. Baxın. Yaxşı, niyə? Buradakı sir nədir? Niyə Allah-u Teala qulunun duasını qəbul edir, amma tələsmədikcə? Tələsərsə və deyərsə ki, mən Allah-u Teala'ya dua elədim, amma qəbul eləmədi. Bu nədir? Bu Allah-u Teala barəsində pis zəndir, qardaşlar. Allah barəsində, Allah-u Teala barəsində pis zəndir ki, mən Allah'a dua elədim, Allah mənim duamı qəbul eləmədi. Həşə lillah! Allah-u Teala qulu əgər özünə əl açıb özündən istəyərsə, onun əllərini boş geri çevirməyə utanar. Belə Rəbbimiz varsa və sən o Allah barəsində necə pis zəndə ola bilərsən ki, mən Allah'a dua elədim, Allah mənim duamı qəbul eləmədi. Duamızı qəbul olmağını istəyiriksə, o zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Üçüncü, duanın qəbul olması üçün maniyələrdən. Üçüncüsü odur ki, insan günah, haram olan şey Allah'tan istəməsin, haram olan şeyi istəməsin və ya duasında hər hansı bir qohumu ilə qohumluq əlaqələrinin kəsilməsini istəməsin. Dua edib ki, filan kəslə mən əlaqəmi kəsmək istəyirəm. Kim? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Kulun deyir, Allah'a etdiyi duası qəbul olar, nə qədər ki duasında haram istəməyib və qohumluq əlaqələrini kəsilməyini istəməyibsə. Əgər bir qul haram şey istəməzsə və qohumluq əlaqələrinin kəsilməsini istəməzsə, onun duası deyir, qəbul olar. Yadımdan çıxdı o ikinci səbəbdə ki, dedik ki, ikinci maniyə nə idi? Dua etsin, duasının qəbul olması üçün tələsməsin. Demək, orada bir şey demək yadımdan çıxdı. Onu nə qədər yadımda da onu demək istəyirəm. Demək, insan bilməlidir ki, qardaşlar, o nə qədər ki Allah-u Teala'ya dua edir, qul bilməlidir ki, nə qədər ki Allah-u Teala'ya dua edir, o qula üç şey verirlər. Ya onun istədiyi dua anında qəbul olar, ya onun istədiyi dua mislində ona gələcək bəla, müsibət ondan sovuşdurular, ya da ki Allah-u Teala o qulun istədiyi o dua səbəbi, onun duasını ahirətə saxlayar, qiyamət günü o duasının əcrini, savabını, mükafatını ona verər. Ona görə
ey dua eden insan, üzülme, bezme, bil ve agah ol. Ne kadar Allahu Teala'ya dua ile yakınlaşarsansa bir o kadar Allah'ın sevimlisi olarsan ve hiçbir şey uduzmazsan. Aksine hem bu dünyada hem ahirette kazanarsan. Demek sonra dedik ki üçüncü, dua eden insan ya Allah-u Teala'dan haram olan şey istemesin ya da ki qohumluq əlaqələrin kesilmesini istemesin. Dördüncü, dua eden insanın çok vaxt duası neye göre kabul olmur? Mühterem Müslümanlar, ona göre ki çünkü diliyle bir şeyi istəyir Allah-u Teala'dan ama qəlbi həşdarxanda şabalıt qovurur. Və yaxud Səmərqəndə gedir qəlbi ilə oradan şeker vurup gelir. Ama diliyle dua istəyir. Bu ne demekti? Bu o demekti ki kim duasının kabul olmasını istəyirsə dili ettiği duadan qəlbinin xəbəri olmalıdır. İkisi cem olmalıdır. Hem dille istəməliyəm, hem qəlbimi oyatmalıyam. Qəlbim ayıq olmalıdır. Dilimle istediğim şeyi duymalıdır, hissetmelidir, yaşamalıdır, bilmelidir, duymalıdır. O zaman dua kabul olar. Niye kabul olmaz? İnsan kalbi gafil olarsa, kalbi Allah'a yönelmezse, kalbi dikkatsiz olarsa o insan duası kabul olmaz. Niye? Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur. Allah'a kalbi gafil olarak, yani Allah'a yönelmeden, dikkatsiz olarak kalbi, kim Allah'a dua ederse ve dünya işleriyle meşgul olarak dua ederse Allah onun duasını kabul eləməz. Duamızın kabul olmağını istəyiriksə dilimizle istediğimizi kalbimizle hissetmeliyik, duymalıyıq. İkisi cem olmalıdır bir arada. Dil istəyər, kalb de oyak olarsa o zaman o dua Allah'ın izniyle kabul olanlardan olar. Beşincisi kardeşler. Beşincisi odur ki kim duasının kabul olmasını istəyirsə itaati artırmalıdır. İbadetlerini artırmalıdır. Demek eğer biz ibadetimizi, itaatimizi, salih emellerimizi artırmamız duanın sebeplerindendirse bunun tersi nedir? Günah etmeyimiz, haramları etmeyimiz, asilikler etmeyimiz duanın kabul olması için maniyedir. Kim duasının kabul olmasını istəyirsə haramları terk etmelidir. Duasının kabul olmasını isteyen insan haramlardan çekinmelidir. Asiliklerden uzak olmalıdır. Balacasından böyüyünden, gözle olandan, kulakla olandan, ağızla olandan, elle olandan, kalple olandan, ayakla olandan, her bir günahın, her birisinden, bütün çirkin günahlardan, hansı ki Allah'ın gazabına sebep olacak, balaca ve büyük, bütün günahlardan uzak olmalıdır ki eğer duasının kabul olmasını istəyirsə. Delil, Allahu Teala buyurur. İnna Allah la yugayyiru ma bi kavmin hatta yugayyiru ma bi enfusihim. Allahu Teala diye herhansı bir kavmi değişmez, onun halını değişmez, yani pislikten yaxşılığa tərəf onu değişmez, onlar özlerini değişmedikçe, yani pislikteyim, günahlar eləyirəm, haram eləyirəm, mən halım yaxşı olmağını istəyirəmsə, onda bu ettiğim haramlardan, günahlardan, asiliklerden tövbe edip Allah'a qayıtmalıyam. O ettiğim asiliklerin yerine Allah'ın sevip razı kalmış olduğu söz ve emelleri etmeliyim ki, hansı ki bu da tövbenin şərtlerindendir, o zaman Allahu Teala benim dualarımı kabul edecektir. Altıncı, alimler bu getireceğim altıncı maniyeni duanın kabul olmaması için en əzəmətli sebeplerden, en əzəmətli maniyelerden sayılır. En əzəmətli. Nedir bu? Haram yemek, haram giymek, haram içmek, haramla gidalanmak, haramla beslenmek. Bu duanın kabul olmaması için en əzəmətli maniyelerdendir kardeşler. Bazı insanlar deyir, dua edirəm ben, gece gündüz dua edirəm, secdede dua edirəm, ümrede dua edirəm.
Həcce getdim, dua elədim. Ərəfətdə dua edim. Hansı ki dua qabul olan yerdə, ora rədd olunan yer deyil. Safa Marva dağında, Ərəfədə dua elədim, amma duam qabul deyil. İnsan gərək diqqət eləsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, səfərə çıxan birisini misal gətirərək, deyir ki, uzun bir səfərə çıxır kişi, başı, paltarı, saçı, saqqalı, toz torpaq içərisindədir. Əllərini səmaya qaldırır. Əllərini qaldırır. Və deyir ki, ya Rabbi, ya Rabbi. Belə baxırsan ki, kişinin duasının qabul olması üçün bütün səbəblər hamısı cəm olunubdur. Hansıdır o səbəblər? Səfərdə olmağı, üstü, başı, paltarı, saçı, saqqalı, toz torpağın içərisində olması, yəni ehtiyac sahibi olması, Allahın qarşısında zəlil olaraq dua etməsi, zəlil halda Allaha dua etməsi, bu duanın qabul olması üçün səbəblərdəndir. Bu səbəbi də var. Əllərini qaldırmaq duanın ədəblərindəndir ki, insan dua etmək istədiyi zaman əllərini səmaya qaldırır, göyə qaldırır. Bu da duanın qabul olması üçün səbəblərdəndir. Dördüncü səbəbi gətirir ki, Peyğəmbər sallallahu kişi dua edir. Deyir ki, ya Rabbi, ya Rabbi, ya Rabbi. Biz keçdik ki, duanın qabul olması üçün səbəblərdəndir ki, Allah-u Teala rübubiyyəti ilə, yəni Er-Rab adı ilə dua etmək. Bütün bu səbəblər kişidə cəm olunub. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem o kişi haqqında nə deyir? فَاَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Bu kişinin duası hardan qabul olsun? Niye? وَمَطْعَمُهُ حَرَامٌ وَمَلْبَسُهُ حَرَامٌ وَغُذِّيَ بِالْحَرَامِ فَاَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Deyir, kişinin yediği haram, giyindiği haram, beslendiği haram. Bəs necə bu adamın duası qabul olsun? Demək, ağızdan içeri daxil olan hər hansı bir qurdum su, haram su veya hər hansı bir haram lokma və yaxud bədənə giyindiği hər hansı bir haramdan əldə edilen paltar, haramla bəslənməsi, haramla qidalanması gecə gündüz. Dualar qabul olan vaxtlar, dualar qabul olan yerlərdə nə qədər dua eləsə o adamın duası qabul olmaz. Bunu bizə Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir. Çünki haramla bəslənir, haram yiyir, haram içir, haramla qidalanır. Necə bu adamın duası qəbul olsun deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Allahu akbar. Və 7. duanın qəbul olması üçün maniyələrin əzəmətlilərindən də biri odur ki, yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək tərk olunarsa. Biz bilirik ki, qardaşlar, cənazə namazı hökmü nədir? Fardu kifayədir. Yəni nə deməkdir? Bu kəndimizdə əgər hər hansı bir müsəlman dünyasını dəyişər və ona heç kəs cənazə namazını qılmazsa, bütün kənd günah daşıyır. Fardu kifayə budur. Əgər o insana heç kim cənazə namazını qılmazsa, bütün kənd günah daşıyır. Amma o kənddən bir dəstə, bir toplum o insan üçün cənazə namazını qılarsa, yerdə qalan kəndin əhalisinin üzərindən günah götürürlər. Niyə? Çünki bəlli bir dəstə, bəlli bir insan ona cənazə namazını qıldı. Allahın dəvəti də belədir. Yaxşılıqları əmr eləyib, pisliklərdən çəkindirmək də belədir. Əgər hər hansı bir toplum, dəstə, yaxşılıqları əmr eləyib, pisliklərdən çəkindirərsə, yerdə qalan insanların üzərindən o məsuliyyət götürürlər. Amma o toplumda ki, Allah'ın əmirlərini yerinə yetirib, əmirlərini çatdırıb, əmirlərinə çağırıb, qadağalarından çəkindirən hər hansı bir insan, hər hansı bir dəvətçi, hər hansı bir müəllim yoxdursa, o zaman o toplum hər biri günah daşıyır. Və günah daşımaqla da qalmır, o toplumun üzərinə Allah-u Teala, yəni dəvət əmirlər, Allah'ın əmirlərini yerinə yetirib, qadağalarından çəkindirməyən toplumun üzərinə başqa bir bəla nədir? Günah düşməklə bərabər başqa bir bəla odur ki, Allah-u Teala onlara elə bir bəla nazil edər ki, onlar sonra dua etmək istəsələr, duaları qəbul olmaz. Bu vaxtda Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Sizlər ya Allah-u Teala'ya əmirlərini çağırıb, əmirlərinə dəvət edib, pisliklərindən çəkindirəcəksiniz, ya da ki Allah-u Teala öz endindən sizə elə bir bəla nazil edər ki, sonra siz Allah-u Teala'ya dua etmək istəsəniz, Allah sizin dualarınızı qəbul etməz. Allahu akbar. Ona görə demək, yaxşılıqlar əmr eləyib, pisliklərdən çəkindirmək
duanın yaxşılıqları əmr etməyib, pisliklərdən çəkindirməmək demək duanın qəbul olmaması üçün maniyələrdəndir. Bəli qardaşlar, ümumiyyətlə duanın qəbul olması üçün çoxlu ədəblər var. Dərsimiz inşallah burada dayandıraq. Allahu Teala'dan istəyirəm, Allahu Teala bizi eşidib faydalanan qullarından etsin. Vallahu Teala a'la və a'lam və sallallahu ala nebiyyina və səlləm. Subhanakallahumma və bihamdik. Nəşhədu an la ilahe illa əntə nəstəğfiruka və nətubu ileyk.